Salam. Deməli, Rəvvadilər dövləti haqqında danışaq. Rəvvadilər dövlət kimi yaranmamışdan qabaq əmirlik formasında olmuş, 8-ci əsrin sonunda əmirlik formasında yaranmış və Rəvvadilər ərəb mənşəli əzdilər sülaləsindən olmuşdur. 981-ci ildə Təbriz Marağa Əhər hakimi Əbülhica Salalilər dövlətini süqut edib Rəvvadilər dövlətini yaratdı. Rəvvadilərin dediyimiz kimi mənşəyi ərəb olmuşdur. Azərbaycanın cənub torpaqlarını əhatə etmiş, Muğan hakimliyini belə özündən asıla sala bilmişdir. Rəvvadilər dövlətinin birinci paytaxtı Ərdəbil, ikinci paytaxtı Təbriz şəhəri olmuşdur. Təbriz ilk dəfə Rəvvadilərin paytaxt şəhəri olmuşdur. Rəvvadilərin dövründə Rəvvadi hökmdarı o zaman Vəhsudan idi. Oğuz türkləri, 2000-ə yaxın Oğuz türkləri Vəhsudan icazəsi ilə 1028-ci ildə gəlib Rəvvadi ərazisində məskunlaşdı. Oğuz türkləri ilə Rəvvadilər birləşərək Bizans erməni gürcülərə qarşı mübarizə aparmışdılar. 1054-cü ildə Rəvvadi Vəhsudan Səlcuqlardan asılı düşmüşdür. 1065-ci ildə Səlcuqlar dövləti, daha doğrusu Rəvvadilər dövləti Səlcuqlar tərəfindən süqut etmişdir. Marağada yalnız Rəvvadilər nəslindən Axsunqurların sülaləsinin hakimiyyəti qalmışdır. Axsunqurlar 1108-1227 hakimiyyətdə olmuşdur. Deməli, Rəvvadi əmirliyi nə vaxt yaranıb? 8-ci əsrin sonu. Dövlət nə vaxt yaranır? 981. Kim yaratdı? Əbülhica yaratmışdır. Rəvvadilərin paytaxt şəhərləri birinci Ərdəbil, ikincisi isə Təbriz şəhəri olmuşdur. Mənşə dediyimiz kimi ərəb olmuşdur. Azərbaycan hansı hissəsini əhatə etmişdir? Azərbaycanın cənubunu Rəvvadilər əhatə etmişdir. Oğuz türkləri nə vaxt köç etmişdir? 1028. Kimlərə qarşı mübarizə asanlaşmışdır? Bizans erməni gürcülərə qarşı. Rəvvadilər nə vaxt Səlcuqlardan asıla düşdü? 1054-cü illər. Nə vaxt süqut etmişdir? 1065. Rəvvadi nəslinin nümayəndələri, davamçıları, Axsunqurlar neçənci illərdə hakimiyyətdə olmuş? 1108-1227. Hansı ərazidə? Marağada. Rəvvadilər mövzusu bundan ibarət idi. Sağ olun.